Herkese Xankəndidən salamlar. Saat 9'dur. Akşam olmasına baxmayaraq biz mərkəzə doğru gedirik. Çünki 10 may Heydər Əliyevin doğum günüdür və bu münasibətlə şəhərdə bayram keçirilir. Yaşayış var, kafeler var, ne bileyim başka mağazalar var, xırda büyük marketler var. Merkeze yakınlaştıkça da musiki sesi artır. Merkeze giderken üzü yukarı kalkıp bir adam təngi nəfəs olur. Akşam gəzintisinə çıxmışıq. Eşitdik ki, mərkəzdə bayram olacaq, tədbir olacaq. Dedik biz də gedək bir baxaq. Qayıdar. Bugün hava çox qarışıq olub. Səhər çox isti idi. Sonra birdən yağış yağdı, çox güclü. Şimdi hava yenə yaxşıdır. Hele de gedirik. Hele de gelip çıxa bilməmişik. Burada dil mərkəzi binasıdır. Və bildiyim qədərilə Heydər Əliyev adına MTK müasir təhsil kompleksi Xankəndidə burada olacaq. Qarşıdakı isə İncəsənət Fakültəsidir. Qarabağ Üniversitetinin İncəsənət Fakültəsi bu binada yerləşir. Bura əvvəl deməli musiqi kolleci olub. Bura isə rus dilli məktəb olub. Burada ise köhne atraksiyonlar olur. Ama hamısı köhnədir bunların. Artık bütün dostları beni çok evlensinler. Razı edin. Merkeze çattık. Burada konsept var. Gelin bakak görün.